Mən Nazənin Paşazadə içəridəki 11 nəfər kiber cinayətin çöldə qalan digər pulların, əmlakların hamısını, obyektləri, həmçinin də həbsdə olan Salon Alizananı Elnur Quliyev idarə edir. Onların bütün pul dövriyyələrinin hamısını Elnur Quliyev idarə edir və bütün məlumatlar onda var. Infoplus TV xəbər verir ki, bir neçə gün öncə kanalımızda yayımlanan videoda Alizana salonu ilə bağlı ciddi iddialar səsləndirilmişdi. Biz həmin vaxt qarşı tərəfin mövqeyini işıqlandırmağa da hazır olduğumuzu qeyd etmişdik. Lakin sözü gedən şəxslərdən biri Elnur Quliyev bizimlə əlaqə saxlayaraq materialın silinməsini tələb edib və bunun müqabilində pul təklif edib. Əslində bizdən qardaş video çıxmır. Belə deyim biləsən, videonu çıxartmırıq. İstəyirsə çəkmiş dostlar, şikayətçi dostlar, sadəcə sənin mövqeyini dinləyib ora verə bilərəm. Mövqeyini istəsəniz dinləyə bilərəm. Əziz qardaş, baxın, siz bir saytın yiyəsini açırsınız. Mən sizi tanımıram, siz də məni tanımırsınız. Bizimlə görüşümüz, hər hansı bir şeyimiz baş tuta bilməz. Açıqlama istəyirsiniz, danışın, səsinizi qeydə alın, açıqlama verin. Bizimki bura qədər ola bilər. O video ilə bağlı, qaranlıq hal bağlı nə varsa açıqlıqda demişik də, yəni qarşı tərəfin mövqeyini daim dinləməyə hazırıq. Üstəlik məhkəmə qərarı ilə üzərinə həbs qoyulmasına baxmayaraq salonun fəaliyyətini davam etdirdiyi də diqqətdən yayınmır. Qeyd edək ki, jurnalistikanı satın almaq mümkün deyil. Həqiqətin üzərinə pul xərcləməklə kölgə salmaq istəyənlərin bu cəhdi həm etikaya, həm də qanuna ziddir.